heç kimə borcu yoxdur və heç kimə elə belə haqq vermir. Haqqı gərək azadlıq kimi alasan. Elə azadlığın özü haqqı almaq deməkdir. Yəni o nöqteyi nəzərdən deyirlər ki, azadlıq verilmir, azadlıq alınır. Baxın, bir insanın deyək ki, baxın, görün nə deyir. Heçdən qorxmuram, çəkinmirəm. Mən haqqımı istəyirəm, haqqımı versin. Hamının haqqını versin. Adımla veteranlar. Baxın dostlar, mən haqqımı istəyirəm. Bax, biz hamımız bir yerdə haqqımızı istəməliyik ki, bizi elə parçalayıblar ki, biz bir-birimizdən qorxuruq, biz bir-birimizə inanmırıq. Ona görə də biz bir-birimizə arxalanmırıq. Bir-birimizdə başqa şeylər axtarırıq. Yəni biri orada satqındır, biri burada satqındır, biri nəsəlində. Yəni o nöqteyi nəzərdən biz indi mən haqdan danışıram dostlar. Gəlin baxaq görək. Deməli Arsen Türksoy yazır ki, xalqı günahlandırmaq əvəzinə əvvəlcə bu sualı cavablandırın. Vətəndaş haqqını tələb edəndə onun qarşısında hansı təminat var ki, qorxmadan danışsın. Əziz qardaşım Türksoy, bəs mən ona görə deyirəm də, bu tək haqqı istəmək qorxuludur. Məsələn, 5-6 nəfərlə indi bu çəkilib, bəlkə də bunun taleyi bizə məlumdur, bəlkə də bunu tuturlar ondan sonra. Yəni, mən o nöqteyi nəzərdən deyirəm ki, biz kütləvi halda öz haqqımızı tələb eləsək, yəni 10 nəfəri tutmaq hazırdır, asandır, amma 100 mini, 200 min adamı tutmaq birincisi çətindir, ikincisi onların qabağında durmaq çətindir. Yəni, o nöqteyi nəzərdən mən deyirəm ki, yəni biz hamımız bir yerdə haqqımızı istəməliyik. Necə ki, kəramət böyük çöl öz haqqını, bugün haqqını alır və İlham Əliyevin tərəfinə danışır. 40 yaşı var, daha işkinin zadı da tərk edib yaxşı yaşamaq istəyir. Baxın. Azərbaycan Respublikasının Konstitusiyası 2003-də sən gəldin, oldun prezident. 2000 Mən üzr istəyirəm, burada o şeyləri üstünü bağlaya bilməmişəm. Yəni, dəyanəti, kəramətin o şeyləri var, bilirsiniz. Onda Azərbaycan Respublikasının Konstitusiyasına görə bir adam 2 dəfə prezident seçilə bilər, düzdür. Tamam da 2003-2010 sən gəldin, Azərbaycan Respublikasının Konstitusiyasının içinə sıçdın. Bəs də, sən qızım, mən qızımdan yaxşı qızdır. Yoxsa sənin oğlun mənim yaxşımdan, yoxsa sənin oğlun mənim oğlumdan yaxşı oğuldur. Mənim oğlum var, Barış. Yəni, baxın dostlar, yəni məsələ budur. Hələ deyək ki, 15-20 ilin lentidir bu lent. O vaxtı bəli, şimdi deyirdi, indi qəşəng tərk edib hər şeyi və bugün artıq İlham Əliyev və onun bandası kəramətdən çəkinir, qorxur. Ona görə ki, atasına vəzifə verib, ev verməklə bunun ağzını zorla bağlayıblar. Fikirləşir ki, birdən yenə deyək ki, özündən çıxardarıq, yenə ağzına gələni danışar, o nöqteyi nəzərdən hərdən bir yəni ağzına nəsə atırlar ki, məhz, bax, belə milləti aşağılasın, belə millətin haqqında aşağı sözlər desin, milləti təhqir eləsin. Yəni, məsələ budur dostlar. Bilirsiniz? Yəni, məsələ budur ki, bəs kəramət böyükçül, ona görə bugün də belə filosoflar kimi oturur, hər şeydə çalışır ki, ağıllı, məsələn, deyək ki, o hər şey şunas var. O, mən dünən baxdım, biraz axıra kimi qulaq asamadım, gördüm, zoğallayır. Və yaxud da başqa müsahibələrində baxdım, qulaq astım. Yəni, kəramətin bugün, yəni bu aldıq şeylər sadəcə olaraq, yəni onun halal haqqıdır. Mən bu qədər bəsit. Və indi bizim o dostumuzun yazdığı 300.000 KGB agenti var məsələsinə mən indi sizə bir lent göstərəcəm dostlar, baxın. Республики. Президент, Верховный главнокомандующий вооруженными силами господин Ильхам Алиев. Baxın dostlar, bu İlham Əliyevin kartecidir, maşınların sayına baxın.
Azerbaycan Respublikası'nın prezidenti, Silahlı Qüvvələrin Ali Başkomandanı Cənab İlham Əliyev. Bakın dostlar, bu maşınların sayına bakın. O maşınların en azından her birinin içinde 3 ya 4 adam var. Təsəvvür edin. Yani eğer bizim özümüzün seçtiğimiz prezident olmuş olsaydı bu boyda kuldur neye lazımydı? Kişiler təkcə bunun şehrin bu başından o başına gitmesi için aziz kardeşim hemen o 300 KGB agenti yazan kardeş 300 KGB agenti təkcə bunun şehrin bu başından o başına gitmesi için yanında hərlənir. Söhbət bundan gedir. Bundan uşaq pulunu hardan versin? Yani belə quldurlar saxlayan adam, yadınızda saxlayın. Yani mümkün deyil. Yani xalqa, millətə qulluq eləsin. Atabəy yazır, hamımız tələb etməliyik, demək asandır. Bəli, xahiş edirəm, sualıma münasibət bildirin, Atabəy yazır. Bilirsiniz, mən yenə deyirəm, mən onu İbrahim Xəlil Qurbanov yazır, salam şəhəz, əleyhümə salam əziz qardaşım, xoş gəldin. Allah Maidə surəsində deyir, haqqınızı tələb edin, israrla tələb edin, mən də sizdən tələb edəcəm. Ruslan yazır, düz buyurursunuz, bəy, sözlərinizdə həqiqət var, Azərbaycan xalqı əzilir, alçaldılır, xalqa dəstək lazımdır. Şərəfsiz iqtidar ilan kimi ulduz görməsə ölməz misalı. Yəni onu öz dilində, öz gücüyle göstermək lazım. Tamamilə doğrudur. Bu prezident xalqdan öz qoruyur. Rafiq bəy yazır, qorxur, ona göre o gedir. Bəli, yəni bu sözsüz dostlar. Yəni bütün bunların hamısı, yəni dünən deyək ki, İlham Əliyevə bu lazımdır, 3-4 maşınla gedirdi. Bugün artıq anlayır ki, Azərbaycan xalqının içində nifrətlə dolu bütün bir xalq var, 10 milyon və onlar bugün İlham Əliyevi parçalamağa hazırdılar. Ona görə də sadəcə olaraq hətta şəhərin özündə də bu küçədən o küçəyə keçəndə yanında silahlı hərbçilər gəzdirir İlham Əliyev. Yəni o nöqteyi nəzərdən dostlar, mən yenə deyirəm, bax, biz nə qədər olsa da, nə qədər istəsək də, istəməsək də bütün bunların hamısını artıq İlham Əliyev deyək ki, nail olub və biz artıq deyək ki, Heydər Əliyevin də vaxtını saysaq 33 ildir Heydər Əliyev, Heydərizm bizi məhv edir xalq olaraq. Yəni bu sırf bu ailənin deyək ki, siyasətidir ki, xalqı məhv eləmək, özünü yaşatmaq üçün. Başqa variantı yoxdur. Və bunun üçün də bugün deyək ki, Azərbaycanı az qala 18-ci əsr Fransasına, İtaliyasına döndərmək istəyir İlham Əliyev. Və biz təbii məsələdir ki, mən düşünürəm ki, İlham Əliyev Allahın köməkliyi ilə buna nail ola bilməyəcək və biz Allahın köməkliyi ilə çox tezliklə bunun öhdəsindən gələcəyik.